Heç maaşlı işindən çıxıb ödənişsiz təcrübə proqramına gedərdimmi? İşlə təmin etməyəcəklərini dedikləri halda. Mən çıxdım da. Ağıllı mentorlar təcrübəçilərin karyeralarını necə dəyişdirirlər? Birinci video. AMİAda tədqiqatçı kimi çalışırdım və Azerselin təcrübə proqramına qəbul oldum. Ödənişsiz təcrübə idi. Sonda iş təklif olunmurdu. Yol pulu belə ödənilmirdi. Çox tərəddüd edirdim. Mentora yazıb soruşdum ki, gələcəkdə mühəndis olmağım üçün perspektivi varmı bu təcrübənin? Cavabı məni daha da tərəddüdə saldı. O hər şeyin məndən asılı olduğunu deyirdi və zaman içərisində nə dediyini başa düşdüm. Mənə Azersel kimi ciddi bir müəssisəyə uyğunlaşmağı, feedback almağı, feedbacki qulaq ardına vurmayıb tətbiq etməyi öyrətdi. Gitmə öyrən deyirdi. Gedib kitabını oxuyurdum. Bir feature-mı istəyirdi. Özüm bacarmasam belə birini tapırdım, soruşub öyrənib həll edirdim məsələn. Nəticələri özümə saxlamamağı, bölüşməyi öyrəndim. Sadəcə kod yazmağı yox, insanlarla kommunikasiya qurmağı da öyrədirdilər. Ən önəmlisi isə proses boyunca məni tək qoymurdu və məni yönləndirirdi. Bəli, təcrübənin sonunda Azersel mənə iş vermədi. Mentorum məni Python Bootcamp-ının tam təqaüd proqramı üçün tövsiyə etdi və bu güclü referansla mən Azərbaycandakı Python icmasına ilk addımımı atdım. Həm də karyeramdakı digər önəmli mentorum, müəllimim Şəhriyar Rızayevlə yollarımız kəsişdi. Davamı isə ikinci videoda.